Axşamınız xeyir olsun. Deməli, gilasdan ötürü danışacağım. Gilasda ümumi yazda görüləsi işləri nəzərdən keçirdək. Deməli, meyvə gözləri soğan qabığından yeni çıxanda, yəni 10% ucunda yaşıllıq hissi olunanda su qoyulmalıdır. Su qoyulmalıdır ki, növbəti açımı gecikməsin. Hamısı bərabər açsın. Yəni bağın bir hissəsi açıb, bağın bir hissəsi 3 gün gecikməsin. Çünki bağın çiçəyi eyni zamanda açmayanda tozlamaq problemi yaranır. Yəni birinin tozlayıcısı açıbsa 3 gün sonra gələn çiçək üçün artıq ortada erkək tozçu qalmır. O baxımdan meyvə ucları yaşıllaşanda birinci suyu qoymaq lazımdır. Kiçik miqdarda da olsa birinci suyu qoymaq lazımdır ki, bütün meyvə gözləri şişsin və bərabər şəkildə bağ eyni anda çiçəyə girsin. Bu birinci tədbir. İkinci tədbir, hormon tətbiq edənlər üçün tövsiyə edirəm. Birinci olaraq BNO hormonu. Meyvə gözlərində 50%, təxminən 50% yaşıllaşma baş verəndə meyvə gözü özünün 50%-də, yəni soğan qabığının, o qara qabığın 50% yaşıllaşanda meyvə gözlərinin ucu artıq çölə çıxanda 50%. İkinci dərmanlama BNO olaraq BNO verilməlidir bağa. Kimdəsə varsa BNO versin. O çiçəyi qısa zamanda və dediyim kimi bütün bağda bərabər çiçək açmağa təmin edəndir. Çiçək açmağa təşviq edici hormondur. Üçüncü, bir də ondan başqa o su qoymaq ərəfəsində flower powder yarpaqdan vermək lazımdır. Flower powder və yaxud da molborsing də verə bilərsiniz. Flower powder daha kompleks tərkibdir və xüsusilə bizim flower powderdən istifadə etmək daha məsləhətlidir. Çünki tərkibində yetərincə şəkər və melas var. Bu da gələcəkdə arıların bağda rahat işləməsinə zəmanət verir. Yəni bağda arıların cəlb olunmasına zəmanət verir. Yəni bir şəkildə onların arıları da daha çox bağa cəlb eləməyə təşviq edir. Meyvə gözlərində BNO-dan sonra təxminən 2 gün sonra, 3 gün sonra bağın meyvə gözlərində təxminən meyvə gözləri tam olaraq soğan qabığından çıxmış halda. Çiçək bəzi ağaclarda bir dənə, 2 dənə çiçək açmış ola da bilər, olmaya da bilər. Həmin ərəfədə kalsibor vermək lazım. Çünki kalsium özü də çiçək elementlərindən sayılır. Yenə də kalsiboru da bizdə saf kalsi deyilən bir preparatımız var. Ondan istifadə etmək öz məsləhətdir. Çünki onun tərkibində melasdan istifadə olunur, şəkərdən istifadə olunur və bu şəkər də gələcəkdə arıların bağa cəlb olunmasında təşviq rolunu alır. Yəni onların bağa cəlb olunmasına şərait yaradır. Bu belə. Ondan sonra meyvə tutumu əldə edəndən sonra həmin ərəfədə, yəni o kalsiborla bir yerdə və yaxud da ayrı-ayrı fərq eləməz. Bir yerdə də verə bilərsiniz, ayrı-ayrı da. Mən əslində tövsiyə edərdim, ayrı-ayrı verəsiniz. Bir yerdə də verə bilərsiniz, bir problem yaratmır yəni. Yəni çox bağlarda, sınaqlardan keçib mən görmüşəm ki, heç bir problem yaratmır. Eyni kalsiborla bir yerdə, yəni çiçək açmağa az qalmış və yaxud az, tək-tük ağ ləçəklər görünən yer ərəfədə suprodenir, siafonat metil kimi fungisitlərlə bağı dərmanlamaq lazımdır. Bundan sonra gözləmək lazımdır meyvə tutumunu. Meyvə tutumunu əldə edən, yəni bu ərəfədə su verilmir. Yəni suyu bir dəfə verirsiniz, meyvə gözlərinin optimal şişməsini təmin etmək. Gözləyirsiniz meyvə tutumunu. Meyvə tutumu əldə olunana qədər bağa su qoymursunuz, ehtiyac yoxdur yəni. Ehtiyac yaranarsa qoysunuz, hər hansı bir problem yaratmır. Amma demək istədiyim, suyu çox versiniz, polenin keyfiyyəti aşağı düşəcək. O baxımdan suyu verməməyiz məsləhətdir.